Ramazan ayının 4-cü gününün duası. Allahümme qavvini fihi ələ iqaməti əmrik. Allahım, mənə bu ayda sənin əmrlərini yerinə yetirməkdə qüvvət verəcəklər. Biz Allahdan həm fiziki, həm də mənəvi güc istəyirik ki, ibadətlərdə möhkəm olaq. Və əziqni fihi halavətə zikrik. Mənə bu ayda zikrin şirinliyini dadızdır. Çox gözəl duadır. Zikrin şirinliyi budur ki, insan Allahı yad eləyəndə qəlbi rahatlaşsın. İbadət insan üçün yük yox, ləzzət olsun. Və əuzini fihi ləədai şükrik. Şükrünü yerinə yetirməyi mənə ilham elə. Nemət çoxdur, amma şükür etməyi hər kəs bacarmır. Şükür həm dildə olmalıdır, həm dildə təşəkkür eləməkdir, həm də neməti doğru yolda istifadə eləməkdir. Bi kərəmikə və hfizni fihi bi hifzikə və sitrikə ya əbsərən nəsirin. Kərəminə and verirəm, məni bu ayda öz nəzarət və örtüyünlə qoru, ey görənlərin ən bəsirətlisi.